Bugün icra etdiyimiz bir əməliyyat haqqında məlumat verəcəm. Uşaq 10 yaşındadır və qarın ağrıları səbəbilə araşdırıldığı zaman qaraciyərin sağ payını tutan çox böyük bir kistik kütlə aşkarlanıb. Diaqnostik və laborator müayinələr nəticəsində qaraciyərin exnikok kistası olduğu təsdiqlənmişdir. Bunlarda konservativ təqib vardır, yəni dərman müalicəsi verib izləmə proseduru vardır ki, o kistin divarının kalsifikasiya olduğunu, çöktüyünü görürük və əməliyyat etmirik. Bəzən isə dərman müalicəsi başlasaq belə, kist qaraciyərdən qarın boşluğuna doğru böyüməyə başlayır və xüsusilə də kiçik travmalarda o rüptur olub, yəni yırtılıb qarın içərisinə axa bilər. Və bu isə buradakı o hüceyrə, qız hücre yumurtalarının exnikok kistasının, yəni qarın içərisində kütləvi şəkildə, bir neçə massiv şəkildə yayılmasına səbəb ola bilər. Ona görə cərrahi qərarı verdiyimiz xəstələri əməliyyat edirik. Əməliyyat üçün müxtəlif təkliflər var, müxtəlif müzakirələr var, üsullar var. Amma mən qaraciyər exnikok kistalarında açıq cərrahiyyənin tərcih edirəm hər zaman. Vakalarda xüsusilə stik hissəsi ətrafında olduğu zaman, bəzən qarın boşluğunda sərbəst şəkildə yerləşdiyi zaman laparoskopik icra oluna bilər. Amma qaraciyərdə xüsusilə öd qaçaqları ola bilər ki, çünki kistin parazit öd yollarını, damarları zədələyir və parçalayır. Kisti çıxardıqdan sonra və boşaldıqdan sonra təzyiq azaldığına görə həmin kiçik öd yollarından öd qaçaqları ola bilir. Onu biz əməliyyat sırasında xüsusi manevra ilə müəyyən edib kiçik tikişlərlə o öd yollarını qapatırıq ki, öd qaçaqları olmasın. Amma bunu laparoskopik əməliyyatlarda və digər prosedurlarda tam mükəmməl şəkildə etmək mümkün olmaya bilər. Təbii ki, hər bir araşdırmalar bu əməliyyat metodlarının arasında çox ciddi bir fərq olmadığını göstərir və ən vacib məsələ olan odur ki, xəstəyə düzgün qərar vermək. Əməliyyatlı xəstəni vaxtında dərman müalicəsinə davam edəcək şəkildə əməliyyatını etmək və eyni zamanda ən az əməliyyatdan sonraki 6-8 həftə içərisində dərman müalicəsinə davam etmək lazımdır. Təşəkkürlər, çox sağ olun.